qədər təmizləmişəm, amma siz tonikdən sonra çıxan kirə baxarsınız. Ona görə də tonik adımı çox sevirəm. Çünki bu saç diblərində, qulaq ətrafında qalan bütün tananini təmizləyir. Məsələn, görürsünüz, əslində o qədər təmizləməyimizə baxmayaraq yenə də tonik son adım olaraq dərindən təmizləyir. Ona görə də əgər makyaj təmizləmə rutininizdə tonik yoxdursa mütləq əlavə edin. Mənimki budur. Bu arada dərim yağlıdır. Baxın üzümə. Görürsünüz necə parıldayır. İndi isə istəyirəm ki, maska tətbiq edək. Gözaltı maskası deməli, Temu'dan aldığım bu göz patçını istifadə edəcəm. Çox qəşəngdir, çox qəşəng nəmləndirir. Çox bəyənirəm. Qiyməti 6 manat idi. Hətta Temu'dan başqa növlərini də alıb sınayacağım. Fikirlərimi sizə bildirərəm. Bunun linkini istəsəz yazarsınız. Sizə də deyərəm. İçində 60 dənədir. 6 manata. Çox əladır. Belə. İndi isə maska istifadə edəcəm. Deməli qızlar, maska olaraq isə Zepress markasının, belə göstərim, toniklə eyni markadır. Çox qəşəngdir. Qırmızı pilingini istifadə edirəm. Bu həftədə bir dəfə, maksimum 2 dəfə istifadə eləmək olar. Çox etkilidir deyə. Yəni ki, daha çox istifadə eləmək olmaz. Mən çox bəyənirəm. Dərindən təmizləyir. Əgər sərgi varsa, mən istəyirəm ki, burada çıxır. Məsələn, hiss eləyəndə vururam. Çox qəşəng, sabah yatışdırır üzü, pırıl-pırıl edir və dərindən təmizləyir. Əslində peeling keçir. Adı qırmızı peeling, amma maskadır. Belə qan formasındadır hətta. Bilmirəm, videolarda bunu sizə göstərmişəm, yoxsa yox. Yadıma düşmədi. Amma göstərməmişəmsə, mütləq alın. Və maskamı da tətbiq elədim. Belə nazik təbəqə halında vurursunuz. Hətta mən artıq bu hissələrimi yandırmağa başladım. Çox sevirəm bu maskanı. İndi isə maskanı gözləyəcəm. 15 dəqiqə. Maskamın qurumasını gözləyərkən çayın altını yandırdım və ən sevdiyim stəkanı götürdüm. 15 dəqiqə keçdi. Gəlin birlikdə üzümüzü yuyaq, nəmləndirək və bitsin. Bu arada səssiz danışıram. Adel yatıb. Ümid edirəm ki, məni eşidirsiniz.